Sabahınız xeyir, gününüz xeyirli uğurlu olsun qızlar. Yeni vlog çəkirəm sizlərə. Bugün yeni günümüzdür. Təbii ki biz otelin yerlərinə baxmayın. Artıq veşlərimizi yığmışıq. Bu şəhərdən çıxacağıq. Təzə şəhərə gedəcəyik. Xaşamin şəhərinə. Otelimizi də dəyişəcəyik və bugün çox gözəl bizim gəzintilərimiz olacaq gün ərzində. Və həm də ki, ayrı şəhərdə görə yeməklər necədir, onu da paylaşacağım. Təbii ki, yemək hər zaman var. Bizə əsas nə qalır? Gəzmək, görmək, yəni necə deyərlər, dünya görüşünü artırmaq. Ona görə də sərin hava olduğuna görə bugün ağ geyim geyindim. Biraz həm rahat, həm sərbəst geyim. Belə başlayaq, gedək, görək başımıza nələr gəlir. Yavaş-yavaş yola düşürük. Artık avtobuslara minim. Hamı mən biraz gecikmişəm. Буду за этаже. Интернет матча. Можно будет обратиться, лучше меня на английском еще объяснить. Дополнительно, если что-то будет непонятно. Bu şəhərlə sağollaşırıq, yavaş-yavaş gedirik. Bizə xanım hara gedəcəyini, nələrlə tanış olacaq, o haqqda məlumat verir üstündə. Buranı dedim bir sizə çəkim. Просила соблюдать, поэтому, пожалуйста, сегодня в течение дня мы не опаздываем. Если я назначаю время, значит нужно быть строго к этому времени. Хорошо? То есть мы должны все двигаться синхронно, как одна большая дружная семья. Хорошо? Bura baxın. Ay Allah, burada yol keçmək, buradan getmək çox çətindir. Dünənləri yayım da buradan açmışdım. Город большой, Biz burada bütün mağazalar demək olar gəzdik. заложено время на пост, и мы на локациях должны быть строго по минутам. Договорились? Görək növbəti şəhər necədir. Сама с собой разговаривать. Да. Вы мне просто знаете, я его Понимаешь, вы тоже участвуете? Biz hal-hazırda gəzintiyə gedirik. Orada elə bil ki, muzeydə gəzəcəyik. Ümumiyyətlə, əsas böyük müharibə Vyetnamda olub da, ən birinci səhv eləmirəmsə. Orada bizə tərcümə etmək üçün, yəni bizim dinləməsi üçün naushnik veriblər, belə bir. Здесь в Шимине, это ландмарк 81. Vayinlər də olur, hərbçilər də o şəkildə. Наш Битекс 260. Belə yavaş-yavaş gedirik hələ. Təsəvvürünüzə gətirin ki, bütün bu artıq bu qədər yol gəlmişik, hələ eyni vəziyyətdə, eyni mototsikllar. Burada biraz azdır deyəsən. Amma olduğumuz şəhərdən daha gözəldir, qıraqları təmizdir. Deyəsən biz biraz kənardayıq. Biz avtobus burada düşürdü, hamımız buradayıq. Tüm veşlərimiz hələ avtobusdadır, o otelə aparacaq və biz də burada gözləyəcək daha doğrusu. Biz gəzib, gəlib, sonra otelimizə yerləşəcəyik. Hamı burada gözləyir. Biz artık çattık. Çok süratli ve gittiğimizi de hissedemiyoruz. Bizim 5 mertebe Göydəyik bir sözlə. Hamı çəkir, hamı paylaşır. Gəlin bu tərəfə baxaq. Видите, очень много французских колониальных зданий. Вы старые, например, внизу, в эту сторону, видите здание с флагом, иранским флагом. Там это как копия Альбин де Вилла, Франция. Это сейчас здание народного комитета. И также пешеходная улица. Пешеходная улица Рюмейквей. Внизу, Biraz yaxınlaşdıraq. мы будем еще в эту сторону поедем, посещаем это почтам, самый главный почтам. Здесь это река внизу, это река Саюр, начинается с центрального Семитяна. Danışır, bizdə naushnikdən rus dilində tərcümə olunur. Берегах, конечно, это Xanım bizə rus dilində tərcümə eləyir. высокие здания, красиво. Landmark 81, 461.
Belə bir şeylər var, almaq olur. Qiymətlərini bilmirəm, baxacam. Yadigar saxlamaq üçün, hədiyyə vermək üçün. Balaca uşaqları olanlar. Yaylıqlar almaq dəyər, hə? Boyuna taxmaq üçündür deyəsən, hə? Ucuzlar. Bir dənə o kaşoliku tut çəkeyim. Tut o kaşoliku. Keşif. Qiymətinə baxmaq olar bana. Verirsən amma takırsan da. Hə. Şərf. Bax, belə bir muncuqlarda da, xırdaları da var, uzunları da var. Geyimlər də var, Vietnam geyimləri. Broliklar da var, açar üçün. iPhone'lar yoxdur, ancaq Samsunglardır. Bir dənə Nə qəşəngdir. Nə qədər olur? Bax, mənim Samsung telefonumdan. Baxaq, mənim telefonum neçəyədir? 56. Burası da moşkası ucuzdur. 150 manat olur. Təxminən hara gedirik? Biz Vietnam müharibə qurbanlarının muzeyinə. Gedək görək oralar necədir. Sırxanov Nofel Vietnamda. Bilmətov sahib Pusar şəhərindən gəlib Vietnamda. Təxminə xanım Vietnamda. Pusara salamlar. Pusara salamlar. Sudura salamlar. Sudura. Bildinizdə nə demək? Nofel sən hara salam deyirsən? Salam aleykum. Hara? Bağlar Lezgiyar, Hara? Azerbaycan. Hara? Başqa əsas yaşayış yeri. Не понял. Kaçmaz. Хашмат первый. Bir dənə də hamını çəkib kimdən. Ona görə deyirlər, çox gəzən çox bilir. Görürsünüz, Vietnam deyəndə ucu biləcəm ki, necə bir yerdə. Bura amma çox qəşəngdir, deyim sizə. İstəyirsən, kənar bir yerə aparmışdı. Elə bil ki, bizdə Xaçmazda istirahət zonası necə olur, Nabran. Məncə elədir. İndi mən hiss edirəm ki, biz artıq o Bakının Targovlusu, necədir bizim muzeylərimiz artıq ora gəlirik. Yəni mən belə görürəm. Çünki bu yerlər çox təmizdir. Kameranı biraz çevirim. Çox təmizdir yerlər, amma həmin motosikletlər burada da var. Görürsünüz? Burada yollar çox dardır, cəmaət da çoxdur. Ona görə onu nəzərə alıblar deyəsən. Deməli çatdıq qızlar. Baxaq, həyətdə belə bir şeylər var. Tanklardır, nədir qızlar? Bilməmək belədir də.
Əsas içəriyə giriş eləyir. Tamam, mən də giriş eləyim. İçəridə görün nələr var. Gəlirəm. Kişi qorxur, Vyetnamda arvadı itə. Burada ayrı belə bir nauşniklər verdi bizə. Burada da içəridə qabaqda alış-veriş yerləri var. Peki bir dənə Vyetnam şlyapası alın. Şlyap istəyirsən gəl. Və qəşəng şlyapalar. Neçədir bunlar? Bax görüm neçədir bunlar? 160 min. Birdən deyirəm ürəyim dayanıb eləyərək. 3 gündə heç nə normal yemirəm. Birdən nəsə olar. Özümdən müğayyət olun. Bize tərcümə eləyəcəklər. Nədir? Теперь самый тяжелый запах, который людей покажет, оранжевый, как сильно, как люди загорают, Növbəti mərtəbəyə qalxış elədik, görək burada nə var. Müharibə barədə xanım deyir bizə. İndi mən bu videoyu qoşa bilmirəm. Həmin müharibənin şəhidləridir. Bir sözlə biz həyata gəlməmişdən öncəki müharibədə 1976-cı ildə
Bundan sonra bu müharibədən 15 il sonra dünyaya göz açmışıq. Belə deyək. Gəlin tanka yaxından baxaq. Sən demə, bayaqları demişəm 1976-da başlayıb, əslində 1975-də bitib. Buranın qoxusu pisdir, ürəyim pis oldu. Bir sözlə çıxdım çölə. Hə. Kinolarda görmüşük də. İndi də yaxından görürük. İmkan verseydiler gedib bu tankta bir şəkil çəkərdim. Платные. Институты тоже все платные. Бюджетных мест практически нет. Вьетнамцы стараются. Yavaş-yavaş gedirik otelə. Yerləşəcəyik. Muzeydə əslində ürəyim pis oldu. Pis oldu. Куда уезжают учиться вьетнамские школьники, предоставляются бесплатно. Rus dilində 50% başa düşsəm də demək olar ki, çox təsir elədi mənə. O müharibələr, o yəni onlara verilən dərmanlar, ondan sonra dünyaya gələn, yəni ki, xəstə uşaqlar, yəni mən çox təsir elədi şəxsən. Учатся, например, в Москве на бюджете. Это в интернете пишут, что атеисты. Это не правда. Mən də pəmpərəngim Атеистов тоже мало. Bunlar baxır, harada yemək yeyirlər. İşlikdir, nədir bunlar yerdə eləyirlər. Запомните, что такое прошлое. И заботиться о том, чтобы им на том свете загробной жизни тоже жилось хорошо. Мы с вами находимся в Шемине. Здесь специализированный магазин, потому что крупный город, где целыми пачками. Bura hə, bura çox qəşəngdir. Bura çox gözəldir. Есть еще бумажные айфоны, то есть техника, кухонная утварь, какая-то одежда, все что угодно, все из бумаги в загробную жизнь. Передали блага. Все должно быть поближе к земле. Мы с вами прибыли на наш первый объект. Мы еще поговорим далее, как на обед. Видите, это Дева Мария, статуя, собор, Нотр-Дам-де-Сайгон и строительные леса. Хорошо? İndi biz burada Собираться. düşəcəyik, yeməyimizi yeyəcəyik, abedimizi, nahar Пока yeməyi. не торопитесь, он еще двери не открыл. Düşdük qızlar burada. Burada biz bir-iki yerə baxacağıq. Nə deyir? Nə deyir o? Ve satırlar, ucuz paltarlar görürsünüz. Futbolka alın belki Vietnam yazılan. Götürdüm belə Vietnam futbolkası özümə. Hə, olsun mənə XL gedir. Kız kişi özünə yaşlı almışdı, mən də qırmızını aldım. Çıxdım ha. The guy standing on the top. Güzel yer. Videolar çəkmək lazım bunun qabağında şəkillər. Hello Vietnam. Həmişəki kimi bizi gözləyirlər. Qızlar. Nahar yeməyinə gedəcəyik. Burada ancaq belə saxlamaq olar, yoxsa saxlamaq olmur.
Hara bizdə ora. Pabellik hara bizdə ora. Aman Allah kızlar, mən nə düşünürəm? Təzyirim də dəhşət düşür. Deyirəm bir dənə nəsə yeməyə dadıma uyğun nəsə tapa bilsəm heç nə istəmirəm. Azərbaycan suda, Azərbaycan bura ayrı-ayrı mətbəxlərə xüsusi olaraq diqqət yetirir. Gəlin yaxından çəkək. Hazırlayıb qoyublar. Şirin en çok sevdiği dəqqələr, yemək dəqqəsi. Ya Allah. Nereye şurası kavaşırım? Nereye şurası? Burada stollar tam fərqlidir. Telefonu tutacağız biz aç. Nasıl sabah diye yakala. Para gittim, stolların suyu. Suyuna bak, salatına bak. Bilmirəm ki, bu meyvədir, nədir. Çok şirinli balıklar. Hə. Yiyib içib cəmaət gəlir yerlərinə. Gelmişsin kız. Hə. Uy. Gəlmişəm, gələnləri də çəkirəm. Qəşəng yeyib içib gələnləri. Sen yemedin. O yemişəm əlbəttə ki, nə yemirəm ki. Hepten kaldım dedim bu kız. Niye mi? Mən gedəndən sonra əvvəl sonrasını paylaşacağam. Vietnam'a gəlməmişəm, öncə sonra onda biləcəksən yemişəm, yeməmişəm. İndi yaşayıram. Güneyde mindik. Kimiydi derdi ki bundan sonra başka bir otel olacak. Bunların hamısı kulu kabuk ezilecek. Evde bunu çıkardık. Görün sabahların boş günümüzdür. Yo yo. Sen flash mob olacak. Ha, olacak. Лед настало здание Битекса, которое мы посещали. Ya bayram açık. Şunlar şöyle. Битекса, где мы с вами были. А слева еще выше здание, тот самый ландмарк 81, который позже построили. Поэтому ландмарк слева выше, самый высокий в Кушамине. А справа Битекса
4-е, если на весь Вьетнам, а в Хошимине 2-е. Вернемся к Фантету, запомните, Фантет это город, Муйне это деревня. Между ними 7 километров всего на всю проекцию. Но есть спрос. Əsas Vyetnam evləri gəldi qızlar. Естественно, вьетнамцы же. Mən də eləmək olmuyor. Vyetnam. Корейцы обожают. Корейцы Xəstələnmiş. Baxın Vyetnam. Vyetnam. Super. İşlər düzəldirə bilmədim. Ürəyim şey oldu. Ondan qabaqda Bir tər gördüm ki, bu tərəfdə velosipedlər yoxdur, nəhayət. Yolu keçə bilirik, yoxsa? Görürsünüz sizler, jet gibi bir maşın. Deyəsən kənar yerdir buradan. Banan ağacları var deyəsən. Çəkirsiniz, amma qabaq Yavaş-yavaş gedirik otelə. Görüm necə bir yerdir. Yəni bugün ümumiyyətlə çox gözəl bir gün olub, çox gözəl gəzmişik. Maksimum hər xırdalığına qədər sizlərlə paylaşmağa çalışıram ki, siz də görəsiz, istəyəsiz və bəlkə də bilmək olmaz, gəlib qeydiyyatdan keçib çalışasınız, bizlə bir yerdə pulsuz gəzəsiz. Buranın yəni ki, gəzintisi çox bahadır, bunu deyim sizə. Bizim ölkəmizdən çox uzaqdır, dünyanın o başına getmişik, zarafat deyil. Ona görə də qızlar, taxışda dəyərləndirin zamanımızı. Boş şeylərə xərcləməyin. Yəni, çəkəcəm birazdan. там наркотические жидкости внутри кокоса перевозятся. То есть на таможне опять проблема. Mən də ağdan xoşum gəldi. Bu qəşəkdir. Mən sevdim. Bu neçə idi? Kipr üçün alacağım. Böyük süpermarketdə saxlayırlar. Gedək orada. Görək nə var. Amma söndürmüyordu daha içe. Coca-Cola. Hə. Bunları almaq olar uşaqlara. 70 min nə qədər olursa. 70 min nə qədər olursa. 70 min. 5 lira nə qədər? Kal bir markete nihayet. Rastlaşdı. Gidiyorsa sana değil de. Adam nə salam qorxuruyor buradan. Allah haqqı. Bayaqları gördünüz təşkəyinlə. Siz Allah bunların konfetlərinə baxın. Önce yanırsan da günün dodağın yanır. Burada nə kartla ödəniş etmək olur, nə də ki dollar alırlar. Vyetnam pulu da bizdə hal-hazırda yoxdur. Bilmirəm bunları necə alım indi. Ən azı uşaqlar üçün bunları alardım. Başqa nəsə seçə bilmirəm. Deyə bundan alardım, götürsəydim. Sütdən alardım. Ve o çürüme. Oturup burada yemeği de olur.
Biz ancaq su götürdük, başqa heç nə. Çünki nə kart, nə də dollar ödənişi var. Ayda mən marojna istəyərdim. Nə marojna istəyərdi? Ay Allah Allah. Bana xeli çi. Səs eləyir. Elə bildim xırda kartofdur. Heç adlarını oxumaq olur ki, meyvənin adını bilim. Hər avtobusda öz bayraqlar var. Bu bizim bayrağımız. Nə yetişdirirlər, nə əkirlər. Sonra da onların kəsilmiş, elə bil ki, yəni necə deyərlər, üstə heç nə qalmamış, yəni yığılmış forması da var burada. Bir dənə onları çatsa onu da atacaq sizə çəkib. Baxın sahələr. Necə əkib becəriblər. Ağaçlarda nə varsa. Baba bu yığılmış formasıdır. Görəsən onlarda nə var? Eyni formada büyükdür. Genel elə onları əkiblər. Biz deyəsən növbəti istirahət zonasına gəlmişik. Ne ora güzel. Bunları mən öyrənəcəm. Görüm nədir. Bura gedirik, çatırıq, az qalıb. Только регистрация с надписью Фаберлик. То есть не со всеми, как обычно, заселяемся, а вас там уже встретят представители и помогут с заселением. Самое главное, личные вещи в автобусе не забываем. Перед тем, как выйти, надо будет проверить багажные полки. Ama marketli. Olacaq olardı. Çox qəşəngdir. Elə bir nağıllar aləmi Уважаемые kimi. гости, мы практически с вами приехали. Осталось 2 минуты. Super Я вам yerdir. напоминаю о том, что нужно будет внимательно Вау. личные вещи посмотреть и ничего не забыть, не оставить. Хорошо? Bunlara Как baxın. вам наш Ay Allah. сегодняшний первый экскурсия? Вот платье. Gəzməli, görməli yerlər. Что-то интересное узнали, посмотрели. Au. Понравилось, да? Ну, потом у нас еще экскурсии. Еще встретимся. Özü ki dəniz kənarında, dənizi görürmüş buradan. Dəniz kənarıdır da, bax. Laura Фото, baxın. Ay видео себе Allah. на память сделали. Это уже хорошо. А то если фото, видео нет, значит не были нигде. Надо же выкладывать. Видите, вот этот бордовый такой красный, это наш отель. Wow. Yavaş o tarafta dayananlar çeksin. Çekin o taraftan biz bakalım. Səsin dilən dayansa da kes olacaq. Buradan görsənmir, hə, çox gözəldir amma. Düşmür telefon. Oradır hə otel. Otel orada amma düşmür mənim telefonuma. Yaxşı olmaz. Esas yeməklər yaxşı olmaz.
Там даже рядом с надписью Movenpick есть надпись Faberlic розовая на входе. Buralar çox qəşəngdir. Охрана вот нас встречает тоже. Super, super. Muhteşem. Ot mori. Vod More dəniz kənarında. Bura baxın. Muhteşem. Dəyişir ki. Deyirsən yeməyə ver, cəmaət deyir aclıq olsun, kef olsun, sən də yeməyə ver. Yemek olsun. Yazık neyləsin, 3 gündür nə yiyir? Faberlic. Про вещи еще раз напоминаем, что можно сказать 10 раз, все равно что-то остается. Bu başqa məsələ. Уже полное. Потом мы изнутри тоже не сможем. Урны кому? Düşdük və veşlərimizi götürüb gedirik otaqlarımıza. Niyə belə? Belə yavaş-yavaş gedirik otaqlarımıza. Ay, super qəşəngdir. Tələsir kişi, çəkməyə imkan vermir. Ay Allah, qəşəngdir. Oca axşam olub, biz çatana kimi yol çox uzaq idi və bizim otağımız buradadır. 10-cu mərtəbə. İnki gediş eləyək otağımıza. Hava dəhşət küləklidir. Bura amma tam fərqlidir. Super. Ay Allah. Bilirik. Ana şey var, müştuluk. Hə, nə var? Çay var burada, çay. Maşallah. Çay var burada. Amma yaşıl çay deyirsən, hə? Ne, cüz bir cüz çay var burada. Yaşayacağım. Gəzirik cəmaət. Hal-hazırda gedirik şam yeməyinə. Görək şam yeməyində nə var? Bir saat ondadır ha. Fabriklik diye bakıyoruz. Hə. Bu yollar var idi də. Buradan keçdik də elə. Gəlin başlayaq meyvələrdən. Çox qəşəng turş məzə dadı var bu meyvələrin. Onun belə də dadı yoxdur, amma görüşü var. Karpuz elə karpuzdur. Bunun da ən çox burada
yəni istifadə olunan bir meyvədir, amma dadı yoxdur. Tanıdığımız üzümdür, mandarindir. Bunu bilmirəm, amma rusça yazılıb. Zizifus, nədir bilmirəm, dadını da bilmirəm. Meyvə şirələri. Adi suda var. Əsas odur ki, həm başqa dildə yazılıb, həm də ki, rus dilində yazılıb. Bu bir üstünlüydür. Yoxsa biz başa düşmürdük nəyi götürək. Burada adları yazılıb. Toyuq kalbasası denir. Oo, turşu var burada. Turşu, xiyar, zeytun, çörəklər. Qara çörək yedim. Belə desertlər, gözəl şirniyyatlar. Gözəl assortilər var. Bu bilmirəm. Nədirsə. Başqa bir şey. Buna gülmüşəm mən. Rыбный sos. Çili. Sole. Sos çili. Görəsən xiyarı buradan aparıb yeyirlər. Oo, kukruz. Toyuq əti. Sonra böyle bir şeyler. Değil mi? Yemeyeceğimiz bir şeyler. Belleriz. Yani düyü de adi düyü. Hiçbir tadı yoktu. Şit düyü. Bilmiyorum. Kaşa. Соус чем-то карамельный, рыбный соусом с священнокрыльскими. Toyuq yeməyi. Buna baxın, ay Allah. Belə biraz yemək yedim. Biraz da deyim sizə buranı çəkim. Və bununla da bugünkü vlogumu yekunlaşdırmaq istəyirəm. Çünki sabah bizim gözəl gəzintilərimiz var. Və yenə sizə maraqlı vlog çəkim. Buradan ağacların əlindən heç nə görsənmir. Ya aşağıya düşməliyəm. Onu deyə bilərəm ki, çox gözəl hava var. Çox həqiqətən də super. Ən çox bəyəndiyim belə sərin küləkli havadır. Flash mobumuz var sabahları. Ora baxın. Ay Allah, gözəldir. Basenlər var. Deyəsən buradan düşürəm. Görüm düşüm harada düşürəm. Sizə tam səmimi vlog çəkirəm qızlar. Yəni nə ilə qarşılaşıram onu çəkirəm. Çünki bura çox gözəl görsəndi. Ona görə dedim hələ axşam vaxtı paylaşım və gündüz səhər də mütləq bölüşəcəm sizlərlə. Gözəl deyilmi? Biz bax yuxarıda 10-cu mərtəbədə qalırıq. Ən yuxarıda 10-cu mərtəbədə biz qalırıq. Oradan aşağı bu seniləri çəkmişdim. Gəlin bu qapıdan da çıxaq. Burada nə varsa baxaq bir dənə. Sonra vlogumu yekunlaşdıracağam. Əminəm ki, bəyənərsiniz. Bura baxın, şarlara baxın. Wow! Fabirlik. İnşallah ki, bəyənərsiniz, yorumlarda yazarsınız fikirlərinizi. Və ən əsas hələ də abunə olmayanlar kanalıma mütləq abunə olun ki, növbəti vloqlardan xəbərdar olasınız. Bildirişləri açmağı unutmayın. İnternet olduqca sizə yayımlar da açacağım. Buradan bayıra artıq gündüz saatlarında çəkəcəm. Hələlik.